Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bu fondlar dövlət pensiya sistemindən fərqli olaraq əhalinin könüllü şəkildə topladığı vəsaitlərin saxlanılmasına xidmət edəcək. Məqsəd vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlət pensiyasından deyil, eyni zamanda özəl fondlardan da əlavə ödəniş almasına şərait yaratmaqdır. Qeyd edək ki, özəl pensiya fondları bir çox ölkələrdə uğurla tətbiq olunur. Türkiyədə bireysel emeklilik sistemi vətəndaşlara dövlət pensiyasından əlavə gəlir imkanı yaradır. Qazaxıstanda da oxşar model mövcuddur və illərdir fəaliyyət göstərir. Həmçinin ABŞ, Kanada və bir sıra Avropa ölkələrində özəl pensiya fondları əhalinin sosial təminat sisteminin mühüm hissəsi hesab olunur. Mütəxəssislərin fikrincə bu fondların Azərbaycanda da tətbiqi vətəndaşların pensiya təminatını gücləndirməklə yanaşı, maliyyə bazarlarının inkişafına da mühüm təkan verəcək.